Son günlər 5 oktyabr müəllimlər günü münasibətilə məktəblərdə şagirdlərdən pul yığılması ilə bağlı mətbuatda və sosial şəbəkələrdə çox sayda məlumatlar yayılmaqdadır. Müəllimlər günü münasibətilə pul yığılması halları ən çox Bakı məktəblərində baş verir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Beynəlxalq Müəllimlər günü münasibətilə pul yığılmasını qadağan edib. Ancaq bu qadağaya baxmayaraq paytaxt məktəblərində valideyn komitələri tərəfindən müəllimlər günü münasibətilə pul yığılması davam edir. Bir xəbər media Asfakt.com-a isnadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan daha bir səs yazısı paytaxtın Binəqədi rayonunda yerləşən 248 saylı tam orta məktəbdə müəllimlər günü münasibətilə valideynlərdən 30 manat pul yığılması ilə gündəmə gəlib. Bildirilir ki, valideyn komitələri tərəfindən WhatsApp qruplarında müəllimlər günü münasibətilə pul yığımına başlanılıb. Qeyd edək ki, 248 saylı orta məktəbin direktoru Xəyyam Fərəcovdur. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Sizlər salam. Oxuya bilmirəm. Bir an bildim ki, müəllimlər gününə görə pul yığmaq istəyirsiniz. Hansı müəlliməyə, hamısına mı, nə qədər məbləğ olacaqsa xəbərim olsun. Bir çatarsa mən irəliyəm. Gəlin qızlar, belə eləyək, 30 manatdan yığaq, müəllimə verək, nə qədər yığılacaqsa. 3 manatdan da yığaq, 3 manatdan 5 manat. Bir dənə gül alaq. Yəni müəllimə bucağında gülsüz getməsin. Anası da təzə rəhmətə gedibdi. Mən səhv eləmirəmsə, anasının qırxı çıxıb, ya çıxmayıb. Qəlbi qırıqdır. Baxın, özü də cavandır, elə şey oldu ona bax. Mənim fikrimdə, yəni məni eşitsəniz, gəlin. Bunu yığaq, birinci gün hamımız buna ataq. 3 manatdan 5 manatdan yığaq, gül alaq. Deyib yoxdur. Hamısı qurban olsun balalarımız, hamısı. Ay, anlayım səni, başladım səni. Yoxdur deyəndə Allah aşkına. 30 manat yığırsınız, 30'u verir. Kontrolu yığılır, kontrolu verir. Yasəmən buradadırsa baxsın, hamısı birimizə yox demişəm. Demişəm, Fərqanə pul alırıq. Məsəl üçün belədir, demişəm baş üstə. Elə sən Yasəmənlə olanda bəyənməyə yox demişim, Allah belə çıxmasın, 30 manatdan əlavə 5 manatda yığaq, pul alaq, müəllimə əli boş getməsin. Amma baxıram ki, 25 uşağın 25'i də razı olsun da başqa demişəm. 15 dənə uşağın, 25 dənə uşağın yerinə Fərqanə götürüb 50 manat verməlidir, başqa demişəm. Bilirəm, fərzə bilirəm, o birisi sinifdə məlumat verdilərsə 15 manat. Mən də bütün valideynlərin yanında müəllimənin özünə dedim ki, müəllimə 3 dənə uşaq oxuduram. Ən imkanım yoxdur, özümdə səhhətim normal deyil, mən 10 manat verəcəm. Heç olmasa qrupda demə, dedim, onu deməkdir elə. Mən nəyəmsə buyam, bacım. Mən 10 manatdan yuxarıya verə bilmərəm, elə deyil. 5 nəfərin 25'i də 30 manatdan versə, ilçi mən qarşı. 450 manat pul edir. Onun heç olmasa 50 manata bir paket köpəyib dursun fərsə. 700 manat da qoysun paketin arasına versin. Bunu müəllimənin özü bilər də. Kimə nə böləcəksə bölüb verəcək. Ən azından Azərbaycan dilidir, riyaziyyat da ingilis dilidir. Bunlara hörmət olunmalıdır. Riyaziyyat mütləq olunmalıdır, ingilis dilidir. Nə deyim, mənim gücüm ondan yuxarıya çatmır fərzə. Heç kim məni qınamasın, bacı.